Ürəyim haçan sıxılanda, qəlbim paramparça olanda, haqsızlığa uğradığımda, üzüldüyümdə, artıq gücüm olmadığını hiss elədiyimdə Allahla bu söhbəti həmişə edirəm. Deyirəm ki, təşəkkür edirəm Allahım. Mən bilirəm ki, mənim gördüyümü sən də görürsən. Mənim eşitdiklərimi sən də eşidirsən. Ona görə də mən susuram, kənara çəkilirəm. Yol sənindir, hiza sənindir, qul sənindir, cəza da sənindir. Çünki Allah üzülən, qəlbi qırılan bəndələrinə belə deyir: Nə ah et, nə də üsyan. Sən hər şeyi, hər kəsi mənə həvalə et. Çünki sənin qanadının harda qırıldığını sən unutsan da mən unutmaram. Ona görə haçan gördünüz ki, qəlbiniz sıxışır, haqsızlığa uğrayıbsınız, bu dediklərimi düşünün. Unutmayın ki, Allah hər şey görür, yazır, bilir, eşidir. Və zamanı gəldiyində hər kəs layiq olduğu hədiyyəni və yaxud da cəzanı alacaq. Bunları da özümüz seçirik. Ya hədiyyə alacağıq, ya da cəza. Yenə nə olursa olsun gülümsəyin. Qoy dostlarınız sizin gülümsəmənizi görüb sevinsin. Sizi sevməyənlər də sizin gülümsəmənizi görüb əsəb keçirsin. Nəysə, öpdüm.